Gəlin sizə ailəvi şəkildə mütləq getməli olduğunuz bir yer göstərim. Əgər azyaşlı uşağınız varsa, bura tam sizlikdir. Deməli, həftə sonu Maştağıya qonaq getmişdik. Zabrat Maştağa yolunun üstündə belə bir məkana baş çəkdik. Bura uşaqların bol-bol oynayacağı, böyüklərin də salonda oturub rahat-rahat dincələ biləcəyi çox əla bir yerdir. Leylanı göndərdik oyun meydançasına, özümüz də içərinin hüzur verici ab-havasında nəsə atışdıraq dedik. 23 manat 90 qəpiyə belə bir fast food menyusu götürdük. Bura 2 şaurma, 2 kartof, 2 kola və qarışıq pizza daxildir. Bir də Leyla üçün uşaq menyusu sifariş elədik. Aynur şaurmanı çox da bəyənmədi, amma mənim xoşuma gəldi. Yəni dadı normal idi, yalandan necə pis deyim. Pizzanı isə gözlədiyimizdən daha yaxşı hazırlamışdılar. Ümumiyyətlə menyuları çox genişdir. Nə desəz var. Sonda isə şirniyyatla adama bir stəkan çay içdik. Ümumi hesabımız belə oldu. Məkanın stabil və daimi müştəriləri var. Hətta yaxınlıqdakı kənd və qəsəbələrdən belə gələnlər olur. Kids Zone-un 1 saatı 5 manatdır. 10 manat verib limitsiz də etmək olur. Həftə sonları isə klon uşaqları o ki var əyləndirir. Valla çoxdandır bir yerdən bu qədər zövq almırdıq. Nə yalan deyim, hər şey ləzzət elədi. Bura şəhərdən üzü Maştağıya gedəndə yolun solunda Effekt Tədris Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. Yolunuz düşsə bir dəfə baş çəkin. Həm uşaqlar dincəlsin, həm də özünüz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.